Mən sizə bir maraqlı bir statistika deyim. Yəni siz vurguladınız. Azərbaycana ümumiyyətlə ən çox silah satan ölkə bilirsiniz hansı ölkədir? Rusiya. 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 Rusiya bizə İsraildən Gülləmizi də ondan alırıq. İsraildən də çox silah satır. Digər ölkələrdən də çox silahlarımız, yəni bizim Müdafiə Nazirliyinin silah ehtiyatı ən çox hissəsi Rusiyadan aldığımız silahlar. Bəli, yəni əgər bu məsələ silah vermək məsələsidirsə, silah satma məsələsidirsə, onda həmin o vətəndaşlarımıza mən tövsiyə edirəm ki, İsraili belə bütün günü müdafiə eləməkdənsə, Rusiyanı müdafiə edin. Rusiyanın bayrağını paylaşın. Vladimir Putin'e... Yəni, deməliyə paylaşın. Yəni, sizin məntiqli belə ki, gedib Rusiyada minnətdar olmalıyıq. Ukraynanı işğal edir, biz də deməliyik, əla Ukraynanı işğal edirsən, sən bu Qarabağda dəstək ol. Təsəvvür edin, doğru da, görün insanların beyinlərini necə yuyublar ki, halal pulumuzu verib silah alırıq, onu belə minnət qoyurlar ki, biz sizə silah veririk. Pulumuzu verib almışıq, silah. Ona görə Kamran bəy, Azərbaycanda bu köhnədən qalan o siyasi yanaşma var. Amerika neyini düz eləyir, Amerikanın səhvi də düzdür, Avropanın səhvi də düzdür, Rusiyanın düzü də səhvdir, səhvi də səhvdir. Biz artıq bu köhnədən gəlmiş o siyasi yoldan çıxıb, real siyasi hadisələrə real qiymət verməyə bacarmalıyıq. Yeri gəlsə, eyni addımı, məsələn, Türkiyə etsə, biz ona da etirazımızı bildirməliyik. Eyni addımı İran etsə, ona da bildirməliyik. Eyni addımı Pakistan etsə, ona da bildirməliyik. Yəni, hadisələrə real qiymət verməyi bacarmaq lazımdır.